Cəfər Cabbarlı adına Qırmızı Əmək Bayrağı ordenli Kirovabad Dövlət Dram Teatrı 60 il ərzində mənalı yaradıcılıq yolu keçmişdir. Teatrın 60 illik yubileyi münasibəti ilə keçirilən təntənəli gecəni Kirovabad Şəhər Partiya Komitəsinin birinci katibi Ramiz Bağırlı açdı. Gecədə Azərbaycan SSR Mədəniyyət Naziri Zakir Bağırov çıxış edərək Kirovabad Dövlət Dram Teatrının yaradıcı kollektivini Respublika ədəbi ictimaiyyəti tərəfindən təbrik etdi. Teatrın direktoru İsmailov kollektivin qarşıdakı yaradıcı işindən danışdı. Məşədə Əzizbəyev adına Akademik Dövlət Dram Teatrı adından Azərbaycan SSR Xalq Artisti Məmməd Rıza Şeyxzamanov, Mirzə Fətəli Axundov adına Opera və Balet Teatrı adından Müğənni Baba Mirzəyev, Səməd Urğun adına Rus Dövlət Dram Teatrı adından Azərbaycan SSR Xalq Artisti Vera Şiriye, Şıxəli Qurbanov adına Musiqili Komediya Teatrı adından Azərbaycan SSR Xalq Artisti Nəsibə Zeynalova yubilyarı səmimi alqışladılar. Yubiley münasibəti ilə teatr sənətinin inkişafında xidmətlərinə görə artistlərdən Sədayə Mustafayeva, Zülfiqar Baratzadə, Azərbaycan SSR Xalq Artisti, Əli Allahverdiyev, Qurban Abbasov, Rıza Nadirov, Alim Məmmədov, Azərbaycan SSR Əməkdar Artisti, teatrın direktoru Ələddin İsmailov, Azərbaycan SSR Əməkdar Mədəniyyət İşçisi adına layiq görülmüşlər. Cəfər Cabbarlı adına Kirovabad Dövlət Dram Teatrı Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif olunmuşdur.